Həftəlik bürclər 10 noyabrdan 17 noyabra doğru dol 8'lər tərəzi bürclərinin hava ünsürlərini nələr gözləyir? Dolçalardan başlayanda dolçalar bu həftə sizin üçün biraz kritik həftə olacaq. Çox ciddi hər şeyə fikir verin. Çünki bu həftə elə bir nüansı olacaq ki, həm dövlətlə əlaqədar, həm pul yatırımlarına əlaqədar, həm özünüzü aktivləşdirmə. Ətrafınızda elə bil ki, bu həftə bir oyun olacaq və bu oyun sizi ciddi bir şəkildə uçuruma, ciddi bir şəkildə yarımçılığa doğru apara bilər. Hər şey normasına çox fikir verməlisiniz. Çünki normal deyil gedişatınız. Özünüzü güclü, özünüzü idarə edici, ruzu bərəkətli kimi, şöhrətpərəst kimi apara bilərsiniz, amma çox böyük itkiniz pul maddiyatla və sənət sünətlə əlaqədar ola bilər. Dolçalar buna fikir verməlisiniz. Həftənin sonları bəzən belə deyim, bəlkə də belə deyim 60%, 70%-ə qədər həftəmizin sonlarını düzəldə bilərsiniz. Amma bu dəqiqə hal-hazırda gedişatınız normal vəziyyətdə deyil. Həm maddisal olaraq, həm sağlamlıq olaraq, həm ətrafın təsir etdiyi mənfi enerjilər olaraq stabilliyinizi sağlam şəkildə quracağınızı görmədim. Bacardığınız qədər dolçalar övladlarınızla, ailəvinizlə olan enerjiləri stabil şəkildə düzəltməlidir. Çünki sizin bu vəziyyətiniz zaman çərçivəsinə doğru həm ailəvinizə, həm də öz sağlamlığınızla əlaqədar bəzi problemlərin yaranmasına səbəb olacaq. Şəxsiyyətlə əlaqədar olaraq böyük qərarlar vermək zamanı deyil. Birinci növbədə maddiyyatla əlaqədar burada bir uçurum var, bir quyu var. O quyunu düzəldə bilsəz, həftənizi 65-66%-ə qədər uğurlu edə bilərsiniz. Amma inanmıram, çünki burada şeytan öz istədiyini alır, pul maddiyyat olaraq sizi oyuna, yarımçılığa, itkiyə, lazımından çox məxaricə sala bilər. Bunlara biraz fikir verməsiniz, dolçalar. Əkizlərə gələndə isə əkizlər bu həftə belə deyim də sizə. Necə başa salım sizə? Sanki bilirsiniz necə şansınız evren olaraq var. Hər addım atmaq istəyirsiniz, nə etmək istəyirsiniz, özünüzü hansı sferada gücləndirmək istəyirsiniz, çox gözəl şansınız var. Özünüzü aktivləşdirə bilərsiniz. Amma şəxsiyyətlə əlaqədar olaraq bu həftə uçurum, ayrılıq, yarımçıqlıq qərarları sizin tam stabiliyinizi boşa sala bilər. Yəni boşanma kimi nüansları aktivləşdirə bilərsiniz, lazımsız pauza vəziyyətinə keçə bilərsiniz. Belə deyim də, başqalarının istəkləri üzərindən öz şəxsiyyətinizi askıda saxlaya bilərsiniz. Amma bu sizin istəyiniz çərçivəsində deyil. Və yaxud da cüzi bir nəfsinizin təsirində həm maddisal olaraq, həm şəxsiyyət olaraq əli-qolu bağlı vəziyyətdə qala bilərsiniz. Pul baxımından şanslarınız gələcək. Yəni ikili dalbadal şəkildə şanslarınız maddisal baxımdan olacaq. Amma şəxsiyyətinizin enerjisi zaten bu həftə hava ünsürləri şəxsiyyətlə əlaqədar uğurlu bir zamanda olmayacaqsınız. Çünki retrograd vəziyyəti hava ünsürlərini zaten belə deyim də bayağı bir əstirəcək. Özünüz də görəcəksiniz. Evren olaraq da bu həftə biraz hava ünsürləri xoş bir məqamda olmayacaqsınız. Amma negativ olmağa dəyməz, çünki bizim yüksələnlərimiz var, bizim enerjilərimizi dəyişəcək gələcəyə doğru. İstəklərimizi həftənin 4-cü gündən sonra, cümə axşamından sonra aktivləşdiririk əkizlər. Yəni cümə axşamına qədər biz bacardığımızda risk etmirik, analiz edirik. Sağlamlıqla əlaqədar, həkimlə əlaqədar bəzi nüanslarda danışıqlar etmək lazımdır. Çünki onurğamızda, kürək hissəmizdə, körpücük sümüklərimizdə və nəfəs borumuza gedən sistemdə bəzi narahatçılıqlar var, ona fikir verməlisiniz. Həftə bu dəqiqə hal-hazırda 72%-ə qədər uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə isə tərəzilər stabil başlayacaq həftə. Hər şey çox gözəldir, hər şey çox normaldır, idarə ilə aktivləşdirəm. Yox. Birdən dayandınız. Birdən özünüz yoruldunuz. Mən yorulmuşam, dincəlmək istəyirəm. Belimi narahat edən məqamlar var. Retronun vəziyyəti keçmişin dalğasını gələcəyə doğru sizdə aktivləşməni zəiflədəcək. Yəni bu bilirsiniz nə deməkdir? Yəni birdən belə gücləndiyiniz zamanda adi bir dalğa sizi tam ümidsizliyə, tam gücsüzlüyə, hər şey yarımçılığa, hər şey ruhsal olaraq boşluğa doğru apara bilər. Buna icazə vermirsiniz. Çünki tərəzilər yavaş-yavaş düzəlməyə başlayırsınız. Həm maddisal olaraq, həm insanlar arasında önə çəkilmə, sosiallığınızı artırma baxımından ruhsal enerjinizi düzəltməyə başlayırsınız. Amma şəxsiyyətinizdə olan yarımçıqlıq, şəxsiyyətinizdə özünüzü hansı yerə qoyduğunuzu bilmədiyiniz üçün tərəzilər dəngəsizliyiniz zamana doğru davam edəcək. Buna icazə vermirsiniz. Ən çox tərəzi qadınlar bu həftə beyninizin içində bir dənə nə bilim serial var. Ora gedirsiniz, bunu aktivləşdirirsiniz, bunu düzəldirsiniz, bundan narahatçılığınız var. O qədər qarma-qarışıq vəziyyətdəsiniz ki, tərəzilər bunu düzəltmək məqamını cümə gününə qədər düzəltməlisiniz. Çünki şənbə, bazar günləri zaten sizin enerjiləriniz qeyri-stabil olduğu üçün o vaxta qədər stabilliyinizi düzəltməlisiniz. Sağlamlıqla əlaqədar olaraq mən çox da narahat edən sümüksel problemləriniz, bilmirəm nə var. Bu kalsium çatışmamazlığı ola bilər, D vitamini ola bilər, başqa belə deyim də bədəninizdə enerjilərin zəifliyi, vitaminlərin azlığı ola bilər. Bunu düzəltməsiniz özünüzdə. Bir də su ilə əlaqədar olaraq biraz özünüzü daha çox aktivləşdirməyə və arınmağa, su ilə əlaqədar olan enerjilərinizi daha çox düzəltməyə çalışın tərəzilər. Həftənizi 74%-ə qədər uğurlu edə bilərsiniz, amma bu tam uğurlu bir həftə deyil də, yəni sürünüb bir vəziyyətdə özünüzü düzəldə bilərsiniz.